Statistikalarda həmişə biraz arxa planda olur ölkə olaraq, amma niyəsə nə qədər qərbə səslənsə də boşanmalar üzrə artıq kifayət qədər ön sıralara gəlib çıxa bilirik. Bunu da adətən düzdür, statistik göstəriciləri açıqlanmır, boşanmalar daha çox nələrdən yaranır, amma daha çoxu sosial problemdən olduğu dilə gətirilir də bu ki, biz ailələrimizi niyə qoruya bilmirik? Niyə belə bu boşanma sürətlə artır? Təşəkkür edirəm. Mən demək 15 il Xırda məhkəmə iclas katibindən tutmuş, Ali Məhkəmə, Sərnişin Məhkəmə sistemində olmuşam və bu boşanma işlərinə məşğul olmuşam. Yəni Sovet dövründə də, ondan sonra müstəqillik dövründə də. Əvvəllər əlbəttə ki, bu xasiyyətimiz tutulur məsələsi var, olardı. Ən çox odur. Tək. Biz təsəvvür edin ki, mən sizə bir söz deyim. İsmaillidə 13 erməni kəndi vardı. Mən İsmailin hakimi idim. Sizi inandırım ki, düşmən millətdir də. Demək ki, boşanma yox idi orada. Deyirdi, kör əs, şir əs, qəbul əs. Təsəvvür edin, nəinki Azərbaycan var. Yəni, insanlar ailəyə bağlıydılar, möhkəm bağlıydılar. İndi tək bütün səbəblər demirəm, kompleks səbəblər. Sosial şəbəkələr, ondan sonra televiziyalar, hətta özəl televiziyalar və digərləri, mən də qanunlar imkan verdi ki, Azərbaycan ailəsinin möhkəmliyi təməli sarsılsın. Mən dəhşətə gəlirəm. Bugün Avropada boşanmaların indeksi 1,3'dür, Azərbaycanda 2,2. Təsəvvür edin, nə qədər Avropanı keçdik. Elə bil ki, İraq olsun, bir heyvanı zəncirdən alarsan, qaçar arası gedər, ya qəfəs açarsan, quş uçar. Elə bil ki, bu müstəqillik dövründə də müəyyən belə qaydalar belə açıldı, bu insanlar nə qədər sərbəstləşdilər, həya itdi, abır itdi, bu biabırsılıqdır. Misal üçün, qadın düşünür ki, əgər mən əvvəllər deyirdim, hətta ərin istəyirdi belə, deyirdi, balalarımın xətrinə dözməliyəm çörək. İndi deyir, yox ya, mən çörək qazanma imkanlarım var. Kişilərin yoxdur, mənim var. Nə bilim, gelin buraya nə olacaq, gedib bir dənə şov, bizdesə qoşulacaq, bir İraq olsun, yaxşı olmayan yola eləyəcəm, çoxdur. Bir dənə aliment alaram, buradan aliment kəsiləcək mənə, bəs deyil. Ondan sonra, nə bilim, mən müstəqil addım ataram, qadınları daha yaxşı işə götürürlər. Bu ilə gedib özümü müdiriyyətin ya kiminsə xoşuna gələrəm, həci taparam, müdür taparam. Və təsəvvür edin ki, əlbəttə mən deyərlər ki, xoşlayırlar. Mən yadımdadır bir epizod danışım. Sizə ki, Sovet dövründə biz işə baxırdıq. Adını çəkməyəcəm o kəndində falan. Yəni, belə epizodlar çox olur. Bir nəfər qız xeylağı özün asıb öldürmüşdü. Biz hamımız bilirdik ki, onun qardaşı öldür. İş getdi polis prokurorluğa, gəldi məhkəməyə, getdi ali məhkəməyə, türmə. Hamı bilirdi ki, namus üstündə, namussuzluq edib qardaşı öldürür onu. Amma onun məhkəmə vermişlər ki, bunu vadar ediblər özünü öldürməyə, özünü öldürməsin. Uzun da 2-3 il iş verirlər. Bir də var 10-15 il, bu vaxt güllə də var deyirlər, adama iş verirlər. Bütün instansiyalar hörmət qoydular ki, bu doğru iş eləməyib. İndi qardaş öldürüb. Amma namusunu qoruyub. Millətin, kəndin, ailəsinin namusunu qoruyub. Onlar törmədə də yaxşı yanaşırdılar. İndi bir söz desə tapanca kimi atılırlar. Bunların əl-ayağı asılıb. Və digər sahələrdə, misal üçün, təsəvvür edin, mən Avropa Şurasına daxil olanda yazılı təqdim elədim ki, bizdə 113-cü maddəni götürmək olmaz. Üzr istəyirəm, Azərbaycan zadını deməyəcəm, utanıram. Rusca mujilloşistva deyilir. Kişilər belə, eynici istiqlal. Və Milli Məclisdə məsələ qoymuşlar ki, İstanbul protokolunun 4-cü maddəsi təsdiq olunsun. Təsəvvür edin, valideyn söhbəti, burada ata-ana da götürülür, birinci valideyn, ikinci valideyn falan. Belə də, yəni Azərbaycanın ən böyük dəyəri ailədir. Onunla, niyə görə mən Azərbaycan deyirəm? Deyərsən, orada başqa müsəlman dövlətləri var, türkdür. Azərbaycan, demək olar ki, yeganə dövlətdir ki, İslam və türkçülükdən başqa Qafqaz qürurunda yaşayır.
Qafqaz qüruru. 3 komponent birləşib Azərbaycanda. O ailənin möhkəmliyinə, mərdliyinə çox böyük təsir edir. Belə bir ölkənin sakinləri, qadınları indi ərəblərlə gəlirlər, mən əsəbləşirəm, digər məsələlər olur, belə əxlaqsız yola düşər. Hə? Və ya kişilər belə, bu nədir? Kişiliyi gəlir bunlardan. Kişidən kişi gəlir, qadından qadın. Qadını birinci həyası lazımdır. Niyə görə onlar bu cür ayaq açırlar? Çünki mən burada vəzifəli adamları günahlandırıram, pullu adamlar. Onlar ki, haram qazanırlar. Haram qazanan pul. Bilirsiniz, Karl Marx'ı xoşlamırıq. Karl Marx deyərdi ki, kapital, yəni pulun özü əxlaqsızdır. Bir adam cəmiyyətdən ki, kapitalizm olur. Demək, əxlaqsızlığa, bu hər şey pulun naminədirsə, bu əxlaqsız cəmiyyətdə, əxlaqsızlığa meyl edəcək. Hamısı. Onu tənqid edirdi. İndi pulun var, mən neyindən bir dənə arvadı saxlayam, mən necə pullarım var, o qədər qəşəng falan falan. Ələ alırlar, ailəsini dağıdırlar. Ona görə boşanmalar gedir. İnsanlar ümumiyyətlə evlənmək istəmirlər. Oğlanlar təmiz qız tapa bilmirlər. Belə, Allah mən görən nə olar, ailələr özünə yaxşı gəlin tapsınlar və ya qızlar yaxşı bir övlad, kişi tapsınlar ona. Buna bilmirlər və bizim bacardılar ailəmizi sarsılmağa. Amma mən son olaraq bir şey deyirəm ki, hələ Azərbaycan xalqı müqavimət gücü var. Azərbaycan xalqın içində qeyrət hələ yaşayır, namus yaşayır. Bu pis məsələlər sonradan gəlib bizim xalqın bizə gəlib biabır eləyir. Evlərin, ailə quranların 60% boşanır. Rüsvayçılıqdır, biabırçılıqdır. Bəs onda belə olan halda yəni biz bunun qarşısını ala bilərik. Ağsaqqallar ala bilərik, siyasi qüvvələr, cəmiyyətlər, bu misal deyək ki, teleradio şurası və digərləri diqqət edirsələr, bu cəmləşdirsək təzədən biz bərpa eləyə bilərik. Çox maraqlı əslində yanaşma idi. Mübahisə, müzakirə eləmək olar bu məsələləri davamlı olaraq. Yəni konkret olaraq soruşmaq istəyirəm. Yəni təklifləriniz nədir sizin boşanmanı azaltmaq üçün? Siz nə təklif edirsiniz? Dediniz indi teleradio şirkəti və s. və ilaxır. Amma ağsaqqal kimi gənclərə bir məsləhətinizi bilmək. Birinci. Mən görürəm ki, təkcə öyüd nəsihətinin qabağını almaq olmur. Birinci, necə Sovet dövründə tək adamlar boşanardı. İndi qanunda var ya, barışmadılar Rusaya boşa get. Birinci, məhkəmələr boşanmadan çəkinsinlər. Mediator xidmətidir. Barışdırmağa üstün tutsunlar. Siz inanırsınız ki, mən o vaxt olurdu ki, saatlarla inandırmağa çalışırdım tərəfləri ki, siz ailenizi bərpa edin, dağıtın. İnanın, sonralar o qədər mənə təşəkkür edən vardı ki, nə yaxşısan biz yaxşısa heç nədən, hamının ailəsində söz söhbət olur, yaxşısa dağılıb gedəcək, eləyəcək. Yəni birinci, həm qanunvericiliyə biraz düzəliş olsun ki, hökm olmasın. Mənə elə gəlir ki, Ali Məhkəmə plenumu qərar verməlidir bununla bağlı ki, boşanmadan çəkinsinlər məhkəmələr. Nadir hallarda eləsinlər. Bu bir. İkincisi, deməli, övladlarımız, qız balalarımız, oğlan cavanlarımız seçim eləyəndə onların açıq deyəcəm, çətindir, amma əslin kökün yoxlasınlar. Təhsillərinin uyğun gəlməyi, özlərinin uyğunluğu, bir-birinə alışsınlar. Çalışaq balalarımız da oxusun, əgər mümkünsə, o qız balalarımız da oxusunlar. Və bunlar bir-birini qəbul eləmək vəziyyətində olsunlar. Nifrət eləsinlər əyriliyə, nifrət eləsinlər halallıqdan kənar pul qazanmağa, o cümlədən pis yola gedib pul qazanmağa. Boşanaram, yaxşı bir uşaqla dolanacam, neyəcəm də. Siz təsəvvür edin ki, indi Avropada, Amerikanın bəzi dövlətlərində ümumiyyətlə belə bir fikir var ki, ümumiyyətlə uşağı neyinirəm? Nəyimə lazımıyım? Allah mənə bir ömür verir. Ömür olur, yaşayıram özüm üçün də. Mən gedim işimi sənətimi adım, uşaq saxlayayım, illərlə xəstələndi, apar, saxla, neynə, özüm üzr istəyirəm bütün sizdən də. Elə bu keyfimi çəkim də. Bu nə ağıldır? Ailə məsuliyyətini dərk eləməlidir. Müqəddəs ailə qurmağı düşünməlidir. Gənclərimiz ancaq onu fikirləşməlidir ki, mən müqəddəs ailə qurmalıyam. Müqəddəs ailə, mən üzr istəyirəm, ağsaqqalam. Utandığımdan da deyə bilmirdim, amma illərlə beynimdə fikirləşirdim ki,
Mən ailə quracağım adam kim olmalıdır? Nəslin, əslini tanımalıyam, özünü tanımalıyam, namuslu qiriyyətini tanımalıyam, xasiyyətini tanımalıyam. Bunun hər şeyi götür qoy eləməliyəm və mən iki gözə baxmalıyam. İki gözə. Başqa gözə yox. Bir-biri o qədər bağlı olmasa, ailə müqəddəs olmalıdır. Siz təsəvvür edin, dünyada cəmi 3 akt olur. İnsan, vətəndaşlar aktı. Onun ikisində öz iştirak eləmir. Doğulanda, öləndə. Bu dövlət xəbərin yoxdur, səni qeyd alır. Vaxt şöbəsindəki doğuldun, öl. Yeganə nigahdır ki, bağlayırsan, səni özün iradəndən asılıdır, özün xəbərin olur. Sən onu müqəddəs ocağa çevirməlisən. Hər ailədə söz-söhbət olur. Misal üçün, mən bəlkə də 100 dəfə bundan artıq pis günlərə düşərdim, eləyərdim filan. Amma bilirsən ki, o sənin müqəddəs ailən heç cür dağılmaz. Çünki sən heç vaxt yer göyə, göy yerə birləşsə, sən heç vaxt xanımın sənə əyri baxmaz, heç vaxt pis yola düşməz, xəyanət eləməz, ölər, acından ölər, şiddətə dözər, nə bilim, hər şeyə dözər. Mən Qarbaçova ölüm hökmünü çıxarandan sonra lazım olsa adlarını deyərəm, yuxarıdan adamlar göndərirlər ki, gedin onun ailəsi zadı yazırdı, öldürəcəklər onu. Heç olmasa yoldaşı uşaqları götürüb aparsınlar. Gəliblər mənim qaynatamın yanına, danışıblar, tanıyırlar o rəhbər istəyir. Deyirlər ki, get götür. Onlar gəliblər. Heç mən xəbərim illər sonra. Amma mənim yoldaşım, körpə uşaqları deyir ki, öləcəm, mən yoldaşım öləcəm. Allah mənə yoldaşım ölüm olsun. Yəni, bilsən, müqəddəs, ailəyə müqəddəs baxmalıdır.